rubrikası təqdim edir. Bu rubrikada tələbələrimizin tələbəlik həyatı, təhsil uğurları, akademik və inkişaf yolundakı nailiyyətləri haqqında daha yaxından məlumat alacağıq. Bugünkü müsahibimiz 2024-2025-ci tədris ilinin yaz semestrində universitetlərarası tələbə mübadiləsi proqramı çərçivəsində Türkiyənin nüfuzlu universitetlərindən biri olan Niğde Ömər Halis Demir Universitetində təhsil almış tələbəmiz Röya Əlirzayevadır. Xoş gördük Röya. Ölkə xaricində bir semestr ərzində təhsil almışsınız. Bu mübadilə proqramı sizin həyatınıza necə təsir etdi? Bu təcrübə mənim həyatımda qazandığım ən gözəl və ən dəyərli təcrübələrdən biri oldu. Fərqli tədris mühiti, beynəlxalq tələbələrlə əməkdaşlıq və dostluq imkanları, yeni müəllimlər, onların fərqli tədris metodları və akademik yanaşmaları bilik və bacarıqlarının genişlənməsinə şərait yaratdı. Gələcək təhsil və karyera hədəfləriniz nələrdir? Gələcək təhsil və karyera hədəfləri mənim üçün böyük bir motivasiya mənbəyidir. Beynəlxalq arenada Azərbaycanı daxili və xarici diplomatik münasibətlərində təmsil etmək ən böyük arzularımdandır. Siyasət və diplomatik münasibətlər mənim üçün sadəcə maraq sahəsi deyil, həmçinin gələcək planlarımın əsas hissəsini təşkil edir. Bu məqsədlə təhsilimi bu istiqamətə davam etdirmək niyyətindəyəm.